Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını Moskva üçün şərtsiz prioritet adlandırıb. Gözaltı Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mikhail Kalugin Rossiya Segodnya agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə bu yay Bakıda həbs olunan 11 Rusiya vətəndaşının tezliklə Rusiyaya qaytarılması məsələsi Azərbaycan XİN-i ilə aparılan siyasi məsləhətləşmələrin əsas mövzularından biri olub. Danışıqlar 9-10 dekabr tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub. Bizim üçün şərtsiz prioritet bu yay Azərbaycanda saxlanılan 11 vətəndaşımızın mümkün qədər tez Rusiyaya qayıtmasıdır. Bu məsələni 9-10 dekabrda Azərbaycan XİN-ində keçirilən siyasi məsləhətləşmələr zamanı ətraflı müzakirə etdik, deyə Mikhail Kalugin bildirib. Diplomat həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin 9 oktyabrda Düşənbədə baş tutan görüşü iki ölkə arasındakı münasibətlərə güclü, müsbət impuls verib. Qeyd edək ki, saxlanılan Rusiya vətəndaşları 1 iyul tarixindən etibarən həbsdədirlər və Moskvanın bu məsələni münasibətlərin istiləşməsi fonunda qaldırması diqqət çəkir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.